yenə təkrarlayıram, xaya tərləməsinin əsas səbəblərindən biri alt paltarının düzgün seçilməməsidir. Yəni bu dəqiqə dəbdir. İnsanlar dar və sintetik parçadan olan alt paltarlar geyinirlər. Sıxıcı alt paltarlar geyinirlər, sıxıcı şalvarlar geyinirlər. Yəni bədən, xaya nahiyəsi sıxılır. Xayalar sıxılmamalıdır. Xayalara hava rahat gedib gəlməlidir. Çünki xaya, yenə təkrar eləyirəm, insan bədənində ən sərin yerdir xaya kisəsi, xayalıq kisəsi. Xaya insan bədənində ən sərin yerdir. Orada temperatur 35 dərəcədir. Çünki 35 dərəcədə xayada gedən proseslər normal olur. Və xaya da özündə bu temperaturu saxlamaq üçün siz onu belə sıxanda, qalın paltar geyinəndə, dar paltar geyinəndə o temperaturu salmaq üçün xayalıq dərisi başlayır tərlənməyə. Tərləmə hesabına istiliyi çıxartmaq istəyir ki, temperaturu sabitləşdirsin. Ona görə də belə adamlarda görürsən ki, xayalarda çox tərləmə olur. Piyli adamlarda, çox oturan adamlarda, əsas da dar paltar və sıxıcı alt paltarı geyinən adamlarda olur. Yəni çimərlik paltarına oxşayan alt paltarı geyinmək olmaz. O materialdan və o quruluşdan. Alt paltarı kişilərdə qıçlı olmalıdır. Yəni insan kişi hərəkət edərkən hava xayalarda dövr eləməlidir. Xayaların ətrafında ki, orada daima sərinlik yaransın. Temperatur qalxmasın. Ona görə bu Alik qardaşa məsləhət görərdim ki, alt paltarlarını qaydasına qoysun. Bu bir. İkincisi, ola bilər göbələklə bağlı da ola bilər. Bəzi insanlarda görsən bu tərləmə ilə bağlı göbələk düşür. Və göbələk özü də təkrar olaraq orada problem yaradır. Yəni göbələk xəstəliyi də nəmişlik yaradır xayalar ətrafında. Bunun artıq həkim tərəfindən müalicəsi var. Buna görə məsləhət görürəm. Müraciət eləyəsiniz. Biz analiz eləyək, götürək, baxaq və onun əsasında müalicə təyin edək.